Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about present tense adverbs in Azerbaijani. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First of all, həmişə. 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 Həmişə means always. Always. Həmişə. For example, mən həmişə səhər yeməyi yeyirəm. Mən həmişə səhər yeməyi yeyirəm. Mən həmişə səhər yeməyi yeyirəm. Means I always eat breakfast. I always eat breakfast. Mən həmişə səhər yeməyi yeyirəm. Second one is adətən. Adətən. Adətən is usually. Usually. Adətən. For example, adətən saat 8-də oyanıram. Adətən saat 8-də oyanıram. Adətən saat 8-də oyanıram. Means I usually wake up at 8. I usually wake up at 8. I usually wake up at 8. Mən adətən 8-də oyanıram. Səhər saat 8-də, or just saat 8-də oyanıram. Usually is adətən. Adətən. Tez-tez. 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 Tez-tez means often. Often. For example, o tez-tez kitabxanaya gedir. O tez-tez kitabxanaya gedir. O tez-tez kitabxanaya gedir. O tez-tez kitabxanaya gedir means she often goes to the library. She often goes to the library. O tez-tez kitabxanaya gedir. Bəzən. 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 Bəzən means sometimes. Sometimes. Bəzən. Sometimes. Bəzən means sometimes. For example, bəzən mən avtobusla gedirəm, bəzən isə piyada. Bəzən mən avtobusla gedirəm, bəzən isə piyada. Bəzən mən avtobusla gedirəm, bəzən isə piyada. Means sometimes I go by bus, sometimes I walk. Sometimes I go by bus, sometimes I walk. Sometimes I go by bus, sometimes I walk. Bəzən avtobusla gedirəm. Nadirən. 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 Nadirən means rarely. Rarely. Rarely means nadirən. Rarely means nadirən. Nadirən, I'm repeating. Nadirən, rarely. For example, mən nadirən gec qalıram. Mən nadirən gec qalıram. Mən nadirən gec qalıram means I rarely come late. Mən nadirən gec gəlirəm means I rarely come late. I rarely come late. I rarely come late. Mən nadirən gec gəlirəm. Mən nadirən gec gəlirəm. I rarely come late. Heç vaxt. Heç vaxt. Heç vaxt. Heç vaxt means never. Never. Heç vaxt. Never. Heç vaxt. Məsələn, mən heç vaxt siqaret çəkmirəm. 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 Means I never smoke. I never smoke. I never smoke means mən heç vaxt siqaret çəkmirəm. Hal-hazırda. Hal-hazırda. Hal-hazırda means at the moment. At the moment, currently. At the moment means hal-hazırda. Hal-hazırda. For example, hal-hazırda yeni bir layihə üzərində işləyirəm. Hal-hazırda yeni bir layihə üzərində işləyirəm. Hal-hazırda yeni bir layihə üzərində işləyirəm.
means I'm currently working on a new project. I'm currently working on a new project. I'm currently working on a new project. İndi, 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 indi. Indi means now. Now means indi, now. For example, indi evdəyəm və dərs oxuyuram. İndi evdəyəm və dərs oxuyuram. İndi evdəyəm və dərs oxuyuram means I'm at home and I'm studying right now. I am at home now and studying. You can also say it like that. I am at home now and studying. I am at home now and studying. İndi evdəyəm və dərs oxuyuram. İndi evdəyəm və dərs oxuyuram. I am at home now and studying. Daim, 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 daim. Daim means constantly, constantly. Daim. For example, o daim musiqi dinləyir. O daim musiqi dinləyir. O daim musiqi dinləyir. O daim musiqi dinləyir means he constantly listens to music. He constantly listens to music. He constantly listens to music. O daim musiqi dinləyir. Ara sıra, ara sıra, ara sıra. Ara sıra means from time to time. From time to time. Ara sıra. Ara sıra is also rarely, but also from time to time. Ara sıra, ara sıra. Məsələn, ara sıra babamı ziyarət edirəm. Ara sıra babamı ziyarət edirəm. Ara sıra babamı ziyarət edirəm. Ara sıra babamı ziyarət edirəm means I visit my grandfather from time to time. From time to time. I visit my grandpa or grandfather from time to time. Mən ara sıra babamı ziyarət edirəm. Ara sıra babamı ziyarət edirəm. And that's it. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are right for you. Don't forget to like, share and subscribe for more learning tips. Sağ olun, görüşərik. Salam everyone, welcome back to Learn Azerbaijan today. In today's episode, I will talk about I have and I don't have structure. But before we get started, I want to mention our one-on-one Azerbaijan lessons. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Let's get started. First of all, I have structure. Mənim kitabım var. Mənim kitabım var. Mənim kitabım var. Mənim kitabım var means I have a book. I have a book. If you want to say I have, you have to use mənim ... var. Mənim var. For example, mənim kitabım var. I have a book. I have a book. Mənim kitabım var. I have a book. Sonra mənim pulum var. Mənim pulum var. Mənim pulum var. Mənim pulum var means I have money. I have money. Again, mənim var. Mənim var. I have. Mənim var. Mənim pulum var. I have money. Mənim pulum var means I have money. Mənim pulum var. Mənim biraz pulum var. Gəlin dondurma alaq. Mənim biraz pulum var. Gəlin dondurma alaq. Mənim biraz pulum var. Gəlin dondurma alaq. Means I have some money. Let's buy ice cream. Let's buy ice cream. I have some money. Let's buy ice cream. Mənim biraz pulum var. Gəlin dondurma. Mənim bacım var. Mənim bacım var.
Mənim bacım var. Mənim bacım var means I have a sister. I have a sister. I have a sister. I have a sister means mənim bacım var. Mənim maşınım 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 var means I have a car. I have a car. I have a car. I have a car. Mənim bir ideyam var. 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 Mənim bir ideyam var means I have an idea. I have an idea. Mənim bir ideyam var. I have an idea. Mənim bir ideyam var. For example, mənim bu layihə üçün yaxşı bir ideyam var. Mənim bu layihə üçün yaxşı bir ideyam var. Mənim bu layihə üçün yaxşı bir ideyam var. Means I have a good idea for this project. I have a good idea for this project. Mənim bu layihə üçün bir ideyam var. I have a good idea for this project. Mənim bu layihə üçün yaxşı bir ideyam var. Let's talk about I don't have structure. Actually, it's the same thing, but you have to change var to yoxdur. Məsələn, mənim yoxdur. For example, mənim planım yoxdur. Mənim planım yoxdur. Same thing, but just you have to change var to yoxdur. Mənim planım yoxdur. Mənim planım yoxdur. I don't have a plan. Mənim planım yoxdur. Mənim planım yoxdur. Means I don't have a plan. I don't have a plan. Mənim planım yoxdur. I don't have a plan. Mənim vaxtım yoxdur. Mənim vaxtım yoxdur. Mənim vaxtım yoxdur. Mənim vaxtım yoxdur means I don't have time. I don't have time. I don't have time. Mənim vaxtım yoxdur. I don't have time. If you want to say sorry, I don't have time today. Sorry, I don't have time today. You have to say bağışlayın, mənim bugün vaxtım yoxdur. Bağışlayın, mənim bugün vaxtım yoxdur. Bağışlayın, mənim bugün vaxtım yoxdur. Sorry, I don't have time today. I don't have time today. I don't have time today. Sorry, I don't have time today. Bağışlayın, mənim bugün vaxtım yoxdur. Mənim dostum yoxdur. Mənim dostum yoxdur. Mənim dostum yoxdur. Mənim dostum yoxdur means I don't have a friend. I don't have a friend. I don't have a friend. Mənim dostum yoxdur. I don't have a friend. Last one is mənim telefonum yoxdur. Mənim telefonum yoxdur. Mənim telefonum yoxdur. Mənim telefonum yoxdur means I don't have a phone. I don't have a phone. I don't have a phone. Mənim telefonum yoxdur. For example, mənim telefonum yoxdur, ona görə də yaza bilmirəm. Mənim telefonum yoxdur, ona görə də yaza bilmirəm. Means mənim telefonum yoxdur, ona görə də yaza bilmədim. Mənim telefonum yoxdur, ona görə də yaza bilmədim. Mənim telefonum yoxdur, ona görə də yaza bilmədim. It means I don't have a phone, that's why I couldn't text. I don't have phone, that's why I couldn't text. Mənim telefonum yoxdur, ona görə də yaza bilmədim. I don't have phone, that's why I couldn't text. And that's it. I hope you enjoyed. If you're interested in personalized language instruction, please check out the first link in the description below to apply and see if our lessons are the right fit for you. Sağ olun and görüşəndə. And don't forget to like, share and subscribe for more learning tips. Sağ olun.